bir işlə məşğul ol, bir işi görürsən, çox dağınıqsan, nə elədiyini bilmirsən kimi ifadələr ətrafımızda özümüz bunu çox eşidirik ümumiyyətlə. Niyə bu insanlar bu sözü bizə deyir? Heç fikirləşmisiniz? Bir çox işlə məşğul olan insanlar həmişə istedadlıdır. Mən Səman rəssamlıqda təhsil alıram, amma hər bir işlə məşğul olmağı sevirəm. Çünki məni mən eləyən və məni xoşbəxt eləyən mənim seçimlərimdir. Rəssamlıqda öyrəndiyim özümə məxsus bir cümləm var, qısa cümlədir. Ruhun rənglərini axtar. Nədir bu cümlə? Ümumiyyətlə bu bizə nəyi ifadə edir, nə demək istəyir? Məşğul olduğum hər bir peşəyə bir rəng verirəm. Hər bir peşənin bir rəngi var və mən bu rəngləri tapmağı sevirəm. Ruhun rənglərini axtar deyəndə öz daxili dünyamızdakı xoşbəxtlikləri görmək, onu tapmaq, o rəngi tapmaq bizi xoşbəxt eləyir. Bizi daha doğru yol aparır, daha doğru düşüncələrə aparır. Bu həqiqətdir. Ola bilər bir insan bir işlə məşğul olsun və buna davam eləsin. Bu onun öz yoludur və öz istedadıdır. Amma bir çox işlə məşğul olan insanın istedadı tamam başqa olur və hansı mövzunu danışmaq istəsən, sənə statlar gətirəcək və öz fikrini bildirəcək. Mən buna əminəm. Və ətrafımızda belə insanlar var ki, hər bir işlə məşğul olur, hər bir işdə özünü axtarır. Axtarışdır. Bu insan öz rəngini axtarır, öz daxili dünyasındakı ruhun rəngini axtarır. Bunu görmək bəzən çətindir. Mən ətrafımda bir çox gənclər var ki, biz həmişə bir məkana toplaşanda, bir yerdə oturanda hər bir mövzudan stat gətirib ona fikir bildirə bilirik. Və mən bununla fəxr edirəm bir gənc olaraq. Bununla çox böyük qürur duyuram ki, həqiqətən də bizim gənclər ölkəni, özünü, ətrafını dəyişmək istəyir, inkişaf elətdirmək istəyir. Və mən bizim gənclərə inanıram. Özümlə daxil olmağına. Mən buradan hər kəsə uğurlar arzu edirəm. İnşallah gec də, tez də olsa bizim arzularımız reallaşacaq. Və bunun qarşısını yalnız özümüz ala bilərik.